تکامل شخصیت bir şəxs çox پیچیدədir. İmkanı var bir insan az ləhaz iqtisadi təkamülə yetişə, vəli az ləhaz səlamət təkamülə yetişməyə. İmkanı var bir nəfər az ləhaz iqtisadi təkamülə yetişə, vəli az ləhaz ədəb و mərifət təkamülə yetişməyə. İmkanı var bir şəxs az ləhaz iqtisadi təkamülə yetişə, vəli az ləhaz dini, məzhəbi təkamülə yetişməyə. İmkanı var bir şəxs az ləhaz iqtisadi təkamülə yetişə, vəli ayrı boğdularda çox zəif ola və eləyənməyə, bu təkamülə rəqabət eləyə. İnsanın şəxsiyyəti çənd boğdudur. Şəxsiyyəti bir insan əgər fəqət bir boğduda təkamülə yetişə, naqis bir nümayiş onun çehrəsindən iraya olar. İnsan odur ki, bütün cənbələrdən təkamülə yetişə. Həm iqtisadidən, həm mərifət və ədəbdən, həm şəxsiyyətdən, həm məzhəb və dinidən və səlamətçilikdən, xanavadəsinin